Tarihləri, deməli, biz bugün sınaq yayımlarının 9-cu siniflər üçün nəşr olunmuş sınaq kitabından 3-cü sınağın izahına baxırıq. Deməli, birinci suala deyir ki, hansı sözdə leksik şəkilçilərin sayı daha çoxdur? Sözləri təhlil edirik. Səs, səsləmək, səslənmək, səslənəcək. 2 leksik oldu. İdeallaşmaq, ideallaşdırmaq, mış, ıq. 2 oldu. Ağ, ağarmaq, ağartmaq, ağardılmaq, ağardılıb. 3 oldu. Solğun, solğunlaş, solğunlaşanda. 2 oldu. Qayğı, qayğısız, qayğısızlıqdan. 2 oldu. Deməli, 3 dənə olan C variantı idi. Birinci sualın cavabı oldu C variantı. Sonra baxalım ikinci suala. Deyək, klasterdəki fikirlərin aid olduğu sözü müəyyənləşdirin. Düzəltmə söz olmalıdır. Məsələn, çiynində sadə sözdür. Ön şəkilçi işlənməsin deyir. Nadinclər sözündə ön şəkilçi işlənib. Leksik və qrammatik şəkilçilərin sayı bərabərdir. İndi geridə qaldı təhlil etmək. Deməli, izdən izləmək, izlənmək, izlənir. 2 leksik, 1 qrammatik bərabər deyil. E də getdi. Gül, güldan, güldanda. 1 leksik, 1 qrammatik bərabərdir. Düz, düzəl, M qrammatik, İ qrammatik. 1-ə 2. Yəni, bu da bərabər olmadığı üçün sualımızın cavabı olur burada B variantı. Sonra baxıram 3-cü suala. Deyir ki, uyğunluğu müəyyənləşdirin. Uyğunluğu istəyir bizdən, doğru fikirlər istəyir. Dostlaşdıq sözündə leksik və qrammatik şəkilçilərin sayı eynidir. Dostlamaq olmur, yəni dostlaşmaqdır. D, Q. 2 qrammatik var, 1 leksik var. Eynidir, eyni deyil deyil. 1 getdi. Yazı və ölçü sözlərində işlənən şəkilçilər bir-birinə omonimdir. Yazmaqdan yazı, feildən isim düzəldib, ölçməkdən ölçü, feildən isim düzəldib. Omonim deyil, eyni şəkilçidir. Yanlışdır. Yanlışın da altında qabağını yanlış verib. Yəni, bunu seçirəm, bu doğrudur. Tərpənmirik sözündə 3 qrammatik şəkilçi işlənmişdir. M, ir, iç. 3 qrammatik var və doğrudur. Doğru yox qabağına seçirəm. 2, 3. Bugünkü söz düzəltmə sözüdür. Xeyr. Bu gün mürəkkəbdir. Yanlışdır. Yanlışın qabağına yanlış verib. 4-də seçirəm. Tanıyaq sözünü həm 1, həm 2 qrammatik. Bəli. Bu birinci şəxsin cəmində həm arzu ola bilər 2 qrammatik, həm də ki, əmr ola bilər 1 qrammatik. Yəni 5 doğrudur, amma qabağını yanlış verdiyi üçün bunu seçmirəm. 2, 3, 4 sualımızın cavabı A variantı. Sonra baxıram 4-cü suala. Dağlardan axıb gələn bahar havası Nərimanın sifətinə dəyəndə xoş bir sərinlik duydu. Cümləsində nömrələnmiş sözlərdən hansılar bu sxema uyğundur? Uyğun gəlmir. Deməli, dağlardan 2 qrammatikdir, nağdır 1 uyğun gəlmir. 1 olan variantları seçməliyəm. Axıb 1 qrammatik, gələn 1 qrammatik, havası 1 qrammatik. Deməli, 2, 3, 4 uyğun gəlir. 2, 2 çıxıram. 4 var burada, çıxıram. 5-ə baxıram. Sifəti nə? 2 qrammatik var. Deməli, 5 seçirəm. Dəyəndə, dəyməkdən dəyəndə. Bunu seçirəm. 1 qrammatik var, 6-nı seçirəm. Yox, bir dəqiqə. Dəyəndə niyə seçdim ki mən? Bizdə uyğun gəlməyən istəyir. Hə, onda 6-nı seçmirəm. 6 getdi. Sərinlik. 1 leksikaya uyğun gəlir. Yəni, bu sxema uyğun gəlmir. Bir də 7-ni seçirəm. Sualımızın cavabı da olur B variantı. Kökü feil olan isimdən düzələn sifət. Deməli, parlamaqdan parlaq, parlaqlıq. Kökü parlamaq feilidir. Özü də parlaq sifətindən düzəlmiş isimdir. Bizə isimdən düzələn sifət deyir. Deməli, döyməkdən döyüşmək, döyüşkən. Döyüşmək feilindən döyüşkən sifəti düzəlib. Yəni, kökü də düzəldiyin hissəsi də feildir. Düz. İndi buna 2 variantlı şəkildə artırıldığı üçün bunun kökü sifət düzdür. Kökü feil olsun deyir. Tutmaqdan tutqun. Kökü feildir, bəli. Amma isimdən düzəlməyib. Bacarmaqdan bacarıq. Kökü feildir. Bacarıq
ismindən bacarıqlı sifəti düzəlib. Deməli, sualımızın cavabı olur E variantı. Sonra baxıram, nümunə ilə bağlı fikirlərdən hansılar doğrudur? Göylər asta-asta ağarır, solur. Üfüq zolaq-zolaq, rəngbərəng olur. Hər iki misrada sayda söz işlənmişdir. Üfüq, göylər. Doğrunu istəyir bizdən, biri seçirəm. Hər iki misrada mürəkkəb söz işlənmişdir. Asta-asta, zolaq-zolaq, ikini seçirəm. Yəni, bir olmayan variantı, iki olmayan variantı çıxıram. 1-2 nağdı düzdür. Mürəkkəb sözlərin birinin yazışı səhvdir. Xeyr, hamısının yazışı doğrudur, 3 yanlışdır. Bitişik və ayrı yazılan mürəkkəb söz işlənməmişdir. Baxıram, rəngbərəng olmaq. Bu, ayrı yazılan mürəkkəb sözdür. Deməli, neyiniyib? İşlənib də. Deməli, 4 yanlışdır da. Qalır 5. Yalnız birinci misrada düzəltmə söz işlənmişdir. Ağdan ağarmaq. Bəli, birincidə düzəltmə söz var, ikincidə yoxdur. Deməli, 5 doğrudur. Sualın cavabı da 1, 2, 5-dir, yəni E variantı. 7. Hansı sözdə ıl şəkilçisi işlənməmişdir? Deməli, burmaqdan burulmaq, süzməkdən süzülmək, danışmaqdan danışılmaq, qurmaqdan qurulmaq. Yəni, ıl üstü 4 işlənib. Qaradan qaralmaq. Bu, son hecası açıq sahitli olduğu üçün bu al şəkilçisinin sahitini itirmiş l formasıdır. Yəni, sualın cavabı D variantıdır. 8. Hansı sözlərin quruluş növü düzgün göstərilməmişdir? Daramaqdan daraqdır, sadə verib, düzgün deyil. Vətənpərvər düzəltmədir, mürəkkəb verib, düzgün deyil. 1-2-li sualımızın cavabı elə olur. C variantı, qalanlar doğrudur. Baxıram 9-cu suala. Hansı bənddə verilmiş sözlərin hər birində leksik şəkilçisi işlənmişdir? Soy, ad yoxdur. Sonra, məsələn, A-da soyad da yoxdur. B-də görməliyəm yoxdur. D-də qəsəbəmiz də yoxdur. Düzdürmü? B variantında qonaq yoxdur. Qalır sualın cavabı E variantı. Hamısında leksik şəkilçisi işlənmişdir. Baxıram 10-cu suala. Hansı cümlədə sözün quruluş hər 3 növünə aid nümunə var? Deməli, uçursunuz, uçmursunuz, mənə qaçırsınız, qaçmırsınız. Deməli, A variantında düzəltmə yoxdur. B variantında da düzəltmə yoxdur. C-də əzəmətli düzəltmə var, sadə var, mürəkkəb yoxdur. D-də sadə var, yaşdan yaşayır düzəltmə var. 400 mürəkkəb də var, sualın cavabı olur D variantı. 10 oldu D. Sonra baxıram 11. Yəni mətnimizin sualına baxıram. Deyir ki, mətndə çərçivədə verilmiş söz hansı nümunədə eyni mənada, həqiqi və ya məcazi mənasında. Baxıram, indi çərçivədə verilmiş sözə. Çərçivədə verilmiş söz göstərmək sözüdür. İgidlik göstərmək mənasında. İndi, burada bir dəqiqə, deməli. Yəni, deyir ki, mətndəkindən eyni mənada deyir. Deməli, mətndəkində məcazidir. Bizə də məcazi lazımdır. Əli ilə getməkdə olan arabanı göstərdi. Həqiqi. Yan açmayı göstərmək. Həqiqi. Deyil. Göstərdiyi jurnal. Həqiqi. Deyil. Sonra, döyüşdə göstərdiyi hünər, məntəqəyə yaxınlaşan sənədlərini göstərərsən, həqiqidir. E də deyil. Sualımızın cavabı olur D. Məcazi mənada işlənib. Baxıram 12-ci suala. Mətnə əsasən doğru yanlış ehtimal variantı. Deməli, burada doğrudur. Türkmən hakimiyyətdən narazı idi, bəli. Hakimiyyətlə arasında bir narazılıq yaranmışdı. Cəlaləddin kim olduğunu bildirməmək üçün hər yola əl atır. Xeyr, əksinə elə davranır ki,
istər-istəməz düşünürsən ki, bu nəsə Cəlaləddin ola bilər də, bu hakimiyyətdən kimsə ola bilər ki, bu qədər əmin danışır. Yəni bu yanlışdır. Bizdən doğruları mı istəyir baxın? Bəli, uyğunluğu istəyir. Yanlışın altında yanlış tapılmalı. Düşmən əməsi ağır sınaqdan özləşmişdi. Bəli, doğrudur. Cəlaləddin çadıra düşməni görmək üçün gəlmişdi. Yanlışdır. Nağdı 1 ilə 4-dür. Ehtimalı düşmən də həmin çadıra təsadüfən gəlmişdi. Bunu ehtimal eləmək olar. Bəli, 1, 4, 5 sualımızın cavabı olacaq C variantı. Baxıram 13-ə. Hansı şairdən sonra gələn cümlə mətndən çıxarılsa, məzmuna xələl gəlməz. Hə, indi baxaq bu variantlara, daha doğrusu cümlələrə. Cəlaləddin düşməni dinlədikdən sonra soruşdu. Bizdən sualın şəraitində cümlədən çıxarılsa xələl gələr deyir, gəlməz deyir. Gəlməz deyilmiş. Deməli, Cəlaləddin düşməni dinlədikdən sonra. Bax, bu cümlə çıxarılsa biz Cəlaləddin düşməni dinlədiyini bilməyəcəyik. Əslində burada igid. Deyirsən ki, sənin atan, qardaşların, bacıların var. Və sonlara nə oldu? Yəni, deyirsən. Hasan deyib. Gərək bu əvvəlində bir kesit cümləsi verilsin də. Sonra, Şahın cəlatları Ağsaqqal atamı Ürgənci meydanında edam etdilər. Qardaşlarım şərqə və qərbə tərəf qaçdılar. İndi mən hara gedim? İndi nə edim? Bu indi nə edimi çıxartsan, onsuz da bu adam bir çarəsizcəsinə bir sual soruşur da, indi mən nə edim? Yəni bunu çıxartsan bir problem olmaz. Yəni cavabımız kvadratdır yəqin ki. İgid bəy, qulaq as deyə düşmən paltarının qolu ilə dodaqlarına silərək cavab verdi. Mən Ürgəncə ayaq bassam şahın casusları. Yəni bax bura qədər bu cümlə davam edir. Yəni bu kişinin, bu düşmənin narahatlığı ifadə olunub. Bu cümlə çıxarılsa, bunun narahatlığını ifadə edən bir cümlə olmaz ki, sonra Cəlaləddin deyir ki, xatircəm ol. Cəlaləddin buna niyə xatircəm ol deyir? Niyə rahat ol deyir? Cümlə çıxarılmaz. Sonra sən Ürgəncin qərb darvazasına yaxınlaşanda hündür qovaq arasında bu cümlə çıxarılsa, kağızı harda göstərərsən, kimə göstərərsən, kimi o variantı biz bilmərik. Eyni ilə bu rompda da yanmış budaq ilə üzüyün möhürünü qaraladı və kağızın kənarını istədib üzünü üstünə bastı. Kağızın üstündə gözəl xəttinə adı həkk olunmuşdu. Deməli, bu kağızı verilmə prosesi, kağızın üstündə möhürlə iz qoyub eləyib. Bu cümlə çıxarılsa da bilməyəcəyik. Ona görə də cavabımız kvadrat oldu. Yəni B variantı. Sonra baxıram 14. Səhv fikirlər müəyyənləşdirin. Yanlış fikirlər istəyir bizdən. Təsadüfi tanışlıq planı mətnin giriş hissəsinə aid edilə bilər. Mətnin giriş hissəsində idi o, bəli. Demək, bir düzdür. Mətnə aid planlar məzmunun ardıcılığına görə düzülsə, Ürgəncə dəvət planı bağın təsviri planına əvvəl gəlməlidir. Bəli, birinci dəvət edir, sonra orada qovaq ağacı zat deyir, bağdan danışır. Əvvəl gəlməlidir. 2 də doğrudur. 2-ləri çıxdım, 1-ləri çıxdım. Yenidən görüşmə plan bəndi mətnin heç bir mövzusunu aid edilə bilməz. Bəli, çünki təzədən görüşdükləri verilməyib mətnin içərisində. Düşmənə verilən kağız düşməni ilə ifadə edən sözləri, planları mətnin eyni tərkib hissəsinə aiddir. Biri əsasdır, biri isə nəticə hissəsinə aid olduğu üçün 4-dür. Bizim sualımızın cavabı yanlış olan 4-dür. Yəni E variantı olacaq. Sonra baxıram 15-ə. Tünd hərflərlə verilmiş hissə haqqında fikirlərdən hansı doğrudur? Tünd hərflərlə verilmiş hissə hansıdır? Qayıdıram indi ora bir dənə. Demək, tünd hərflərlə verilmiş hissə. Mən Ürgəncə ayaq bassam şahın casusları çaqqal kimi izmə düşəcəklər. Lakin mən onlara təslim olmayacağım, vuruşda məhv olacağım. Buna ehtiyac varmı? Görə indi bununla bağlı hansı variantlar verib? Mətnin ilk cümləsində diqqət çatdırılan fikrin nəticəsi göstərilmişdir. Doğrunu istəyir. Yalnız həqiqi mənalı sözdən ibarətdir. Orada ayaq basmaq zad deyil, məcazi var. Sülh və əmin-amanlıq hissəsi ifadə olunmuşdur. Xeyr. Fikirlər onu deyənin qəti qərarını göstərir. Xeyr. Sürətin özündən bağlı narahatlığına yer verilmişdir. Bəli, deyim, oraya araq bassam deyir. Şahın casusları çaqqal kimi məni düşəcəklər peşmə, məni izləyəcəklər. Yəni narahatlığına yer verilib. Doğrudur. E variantı.
Baxıram indi 16-ya. Cəlaləddin sürətinə aid edilə bilər. Yardımsevər ola bilər, qayğıkeş ola bilər. Yəni 1-4 ola bilər, D ola bilər. Asan bir sual idi. 17. Mətnə görə hansıların səbəbini müəyyən etmək mümkün deyil. Deməli, Türkmen atasının nəyə görə edam məhkum edilməsinin səbəbini müəyyən edə bilmirik. Deyir, atamı edam elədilər Ürgəncin meydanında, amma demir niyə. Cəlaləddin sarayının qərb darvazası tərəfdə tikdirmənin səbəbini də biz bilmirik. Mətndə bundan bağlı məlumat verilməyib. Cəlaləddinin Tünay çadırda hansı şəraitdə gedib çıxdığını, çadıra hansı şəraitdə gedib çıxdığını, yolunu azıb gedib də. Deməli, bu şərait verilib. 3 deyil. Cəlaləddin üzəki möhrü çubuqla qurdalamağının səbəbi möhür basmaq üçün idi. 5-in isə səbəbi yoxdur. Niyə gizlin saxlayır? Bilmirik. 1, 2, 5 sualın cavabı olacaq B variantı. Belə. Sonra 18. Cəlaləddin ilk dəfə gördüyü Türkmənin saraya çağırılmasının məqsədi hansı bətdə verilmişdir? Deməli, bu bacarığını dövləti üçün işlətməyini istəyirdi. Onu cəzalandırmaq istəyirdi. Cəzalandırmaq istəmirdi. Bacarığını dövlət üçün işlətməyini istəyirdi. Bu düzdür. Qardaşlarını tapmağa kömək eləmək istəyirdi. Xeyr. Ümumiyyətlə də, yəni A'dan başqa digər variantlar heç bir uyğun gəlmir. A variantı bizim sualımızın cavabıdır. Gəldi indi 18-də, 19-da bərq vurmaq, işıldamaq mənasındadır. Işıldamaq, işıq saçmaq, parıldamaq. Xatircəm ol, yəni arxayın ol, rahat ol, sakit ol. Bükmək, orada qatlamaq mənasındadır. Sonra gəlirik 20-ci suala. Mətnə əsasən həmin dövlət ölkədəki vəziyyəti, insan yaşadıqları çətinliklər göstərən 2 cümlə. Deməli, orada karvanları soyurdular. Karvanları soyurdular. Sonra casuslar insanları izləyirdilər. Casuslar insanları izləyirdilər. Sonra deyə bilərik ki, şahın adamları insanları edam edirdi. İnsanlar hakimiyyətdən inanmırdılar. Məsələn, belə. Sonra gəldi indi ikinci mətnimizə, Sommaroy mətninə. Baxaq indi bunun suallarına. 20-də deyikin nömrələnmiş sözlərdən hansılar məcazi mənalıdır? Deməli, birinci nömrələnmiş söz kiçik ada, bu həqiqidir. 2-də diqqət çəkmək məcazidir. Yəni, bunu seçirəm. 3-də imtina etmək həqiqidir. 4. İrəli sürmək məcazidir. 5. Bölgə ünvanını qazanacaq. 5 yox, 6 məcazidir. 5-ci söz haradadır? 5 mi? Krel Ove Hvedingin təşəbbüsü. Bu niyə məcazi olsun? Həqiqidir. Yəni 2, 4, 6 mı oldu bizim sualımızın cavabı? Bəli, 21-ci sualın cavabı oldu A. 2, 4, 6 məcazi variantları idi, məcazi sözlər idi. Hansı fikirlərin mətnin 2 fərqli tərkib hissəsində yer verilmişdir? Deməli, burada bu sualın cavabını biz birbaşa zaman söhbətinə mətnin nəticə hissəsində yer verilib. Mətnin əsas hissəsində yer verilib. Elə birbaşa biz E variantına baxsaq, Sommaroyda həyatın vaxtdan asılı olmadan davam etməyini 2 tərkib hissəsində verilib. Baxıram 23-ə, nəticə hər zaman gözlənilir cümləsi hansı abzasın sonuna artırıla bilər? Artırılsa deyil, məzmununa uyğun gələr. Baxıram. Deməli, 1, 2, 3, 4-cü abzasda bu işləyə cavab verməmişdir. Sonra gəlib deyə bilərsən ki, nəticə hələ də maraqla gözlənilir. Yəni 4-cü abzasın sonuna atıla bilərik. Hansı fikirlər mətnlə bağlı ehtimal hesab oluna bilər?
Adada idman qurğusu mövcuddur. Adada körpü kəndi yaxın şəhərlə birləşdirir. Şimal qütbündə yerləşən Samuray aid olduğu ölkənin şimalındadır. Samuray adı yerli xalqın dilinə aid ifadədir. Deməli, burada bu yerli xalqın dilinə aid ifadə olmağı və körpü kəndi birləşdirir. Bunlara biz ehtimal deyəcəyik mətndə. Yəni, sualımızın cavabı olacaq B variantı. Hansı fikirlər mətnə əsasən doğru hesab edilə bilər? Somron kəndinin sakinləri ilçə imzatmaq niyyətindədirlər. O, vaxtla bağlı məsələ, vaxt ləğv eləmək istəyirlər. Bir doğrudur, bir olmayanları çıx. Qaldı 4-dən 3. 3-ə baxıram, yəni 2-yə baxmağa ehtiyac yoxdur da. Vaxt qazandırır sizə bu. Zamanla bağlı problemlər turistlərə bura gəlməsə mane törədir. Xeyr, turistlər bura gəlirlər. Ada uzun müddətli qaranlıq günlərə şahid olmaq mümkündür. Bəli. Deyir ki, noyabrdan dekabra və fevrala qədərmi qaranlıq olur. Gün çıxmır. 1-4 sualımızın cavabı B variantı. 26. Bəndlərdə verilən sözlərdən hansı mətndə altından xətt çəkilmiş sözlərdən heç birinin qarşılığı deyil? Mətndə altından xətt çəkilmiş söz. Təsərrüfat. Sonra qütb. Sonra rəsmi və idarəetmə orqanı. Deməli, ictimai həyatın hansı bir sahəsində müəyyən vəzifəni icra edən təşkilat orqan, hansı bir ictimai quruluşun istehsal üsulu, istehsal münasibətlərinin məzmusu, təsərrüfat, yer kürəsinin üzərində fırlandığı xəyali mehvərin iki nöqtəsindən hər biri qütb, hökumət müdiriyyət vəzifəli şəxs tərəfindən və ya adından olan, o hansı sözü idi ki? Hə, rəsmi. Rəsmi, hər hansı bir partiyaya ittifaq edərək mənsub olub, onun fikrini və fəaliyyətini idarə edən informasiya vasitəsi. Mətbuat. Bu yoxdur mətndə. Yəni, E variantı sualımızın cavabıdır. Baxıram 27-yə. Abzas ümumiləşdirən plan bəndi hansı bənddə səhvə yol verilmişdir? Deməli, burada adam coğrafi mövqeyi 1-ci abzasdadır, fərqlənən cəhət 2-dədir. Zamansız həyatın fəsadları bu 3-də yox. Deməli, hansı abzasdadır? Bu 4-də. Deyir ki, stres yaratdığı fikrini irəli sürürlər. Yəni 4-cü abzasdadır da. O abzasla bağlı çox sual verir ümumiyyətlə. Cavab C variantıdır burada. 28-də hansı sualın cavabını tapmaq mümkün deyil mətnə əsasən? Somay Universitetinin hansı şəhərinə yaxın məsafədə yerləşir? Deməli, Tromsø şəhərində, yəni bunun cavabı var. Sonra baxıram, 2 gün vaxt ərzində vaxt temindən gedə günlərdən hər tərəfini görmək istəyən şəxsin hansı aylarda getməyi məqsədə uyğundur? Orada o 26 maydan iyula qədər 69 gün gündüz olur. A-nın cavabı var. B-nin cavabı var. Kjell Overhevendik adının ideal olmasından hansı vəzifəni tutur? Bunun cavabı mətndə yoxdur. Sualın cavabı C-dir. Çünki burada adı çəkilir. Ada sakinlərindən olan bu. Vəzifəsi yoxdur. 29. Doğru hesab etdiyiniz bəndi seçərək bu fona aid ən ağır gələn bir zaman ikisi aforizmi mətnin ideyası hesab oluna bilməz. Çünki burada bunlar zaman itirmirlər. Sadəcə zaman layihəsi yoxa çıxıb. Gecə çox uzun çəkir, gündüz çox uzun çəkir. Əsaslandırırıq ki, mətndə belə əsaslandırırıq ki, aforizm boş zaman xərclənmək mənasındadır. Mətndə bundan bəhs olunmur. Mətndə bundan bəhs olunmur. Sadəcə gedir. Mətn əsasən və çərçivədəki mətn əsasən. Ortaq fərqli fikirlər. Deməli, Murmansk, bunu oxudunuz yəqin ki, Murmansk yerləşir Rusiyada.
Amma Somaroy yerləşir Norveçdə. Bir fərq budur. Norveç. Sonra Somaroyun əhalisi 300-400 nəfər əhalisi var. Amma Murmanskın əhalisi 300 mindir. Sonra burada 40 gün batmır. Gün batmır. Amma Somaroyda 69 gün batmır. Deməli, ortaq hər ikisi şimal qütbündə yerləşir. Hər ikisi uzun müddət qaranlıq olur və gündüz olur. Hər ikisində uzun müddət. Belə, bu sınağımızın da sonuna gəldik. Bəyənib, rəy yazıb, abunə olmağı unutmayın. Ümid edirəm faydalı olar. Sağ olun.